En güclü meyxana deyən kimdir? Mən düzün deyim, Buyurun. Rəşad Dağlı. Değişmə istiqamətində Rəşad bir nömrədir. Rəşadla meyxana demək çox çətindir. Doğrudan? Hə. Nəyə görə? Çünki güclü meyxana deyən. Hə, bu savadlı meyxana deyildi ona görə. Rəşad Dağlı universal şairdir. Yaxşı meyxana deyənlər çoxdur, o qədər var ki, fərqiniz. İndi Rəşad bu sənətin ən təcrübəli meyxana deyənlərindəndir. Xeridar gözü ilə baxsa, məncə Rəşad Dağlı. En güclü meyxana deyən kimdir? Mən düzün deyim, Buyurun. Rəşad Dağlı. Değişmə istiqamətində Rəşad bir nömrədir. Rəşadla meyxana demək çox çətindir. Doğrudan? Hə. Nəyə görə? Çünki güclü meyxana deyən. Hə, bu savadlı meyxana deyildi ona görə. Rəşad Dağlı universal şairdir. Yaxşı meyxana deyənlər çoxdur, o qədər var ki, fərqiniz. İndi Rəşad bu sənətin ən təcrübəli meyxana deyənlərindəndir. Xeridar gözü ilə baxsa, məncə Rəşad Dağlı.